Düzbucağımız buzağın iti buzaqlarından çəkilən medianları 18 və 4,11 sm olarsa, düz buzaq təpəsindən çəkilən medianını tapın deyir. Düzbucağımız buzaq çəkək bir dənə belə. Düzbucağımız buzağın katetlərini A, B, hipotezdan C yazsam, təbii ki, hamımızın bildiyi bir ümumi düstur var ki, A kvadrat üstəgəlsin B kvadratı bərabərdir C kvadratına. Yəni, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Bu Pifaqor teoremidir, təbii ki, bilirik. İndi nə edəcəyik uşaqlar? Bizim bildiyimiz başqa bir düstur da var ki, MA A-ya çəkilən mediandır, üstəgəl MB B-yə çəkilən mediandır, üstəgəl MC C-yə çəkilən mediandır. Bu bərabərdir 4-də 3 A kvadratı üstəgəl B kvadratı üstəgəl C kvadratı. Nəzərə alsaq ki, düzbucaqlı bucaqda hipotenuza çəkilən median MC deyək. MC bərabərdir hipotenuzun yarısı. Biz buna möhtəşəm üçü dedik. Dərslərimizdə xatırlayırsınızsa, belə bunu qeyd kimi götürək. Və bu verilən düsturlarımızı ümumi düsturda yerinə qoysaq və həmçinin burada bizə məlum olan 18 və 4,11 yerinə qoysaq, alarıq 18-in kvadratı üstəgəl 4,11-in kvadratı üstəgəl MC-miz bizim C bölü 2 olduğuna görə kvadrat olacaq. C kvadratı böl 4 bərabərdir 4-də 3 vurulsun. A kvadrat üstəgəl B kvadratın yerinə mən C kvadrat qoysam, C kvadrat üstəgəl C kvadrat. Hörmətli şagirdlər, bütün misalı 4-ə vuraq ki, kəsrdən azad edək misalımızı. Bunun hesablasaq 324 eləyər. Bu da ki, deməli 16 vur 11 176 olacaq. Üstəgəlinsin qoy tam yazım, ondan sonra üstəgəlinsin C kvadratı böl 4 yazaq. Bərabərdir 4-də 3 vur 2 C kvadratına. Bütün misal 4-ə vursam, bunların cəmi bizə 500 verər. 4-ə vuranda olacaq 2000. Üstəgəl C kvadrat 4-ə vurduğumuza görə. Buradan da qalır 3 vur 2 6 C kvadrat. Nəticə etibarilə 5 C kvadrat bərabərdir 2000 olduğuna görə buradan çıxır ki, C-nin kvadratı bərabərdir 400. Buradan da alınır ki, C bərabər məsafə olduğu üçün müsbət 20. Amma həmsini yazmaq təbii ki. C-miz müsbət 20 isə yerinə qoysam C bölü 2-də MC olacaq. MC 20 bölünsün 2, yəni 10. Axtardığımız nə idi? Düz bucaq təpəsindən çəkilən median, yəni hipotenuza çəkilən medianımız oldu 10.